Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Oktyabr ayı hərbi çağırış ayıdır. Çağırışçıların yekun tibbi müayinəsi necə həyata keçirilir? Bu və digər sualların cavabını bugünkü verilişimizdə eşidəcəksiniz. Böyük məmnuniyyətlə verilişimizin qonağını sizə təqdim edirəm. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Rahim Hüseynovla həmsöhbət olacağıq. Rahim bəy, xoş gəlmisiniz. Xoş gördük Pərvanə xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Rahim bəy, sözsüz ki, hərbi xidmətə yollanan hər bir əskərimiz üçün ilk növbədə onların ailə üzvləri narahat olurlar, valideynləri narahat olurlar və doğrudan da cəmiyyət üçün layiqli vətəndaş böyütmək elə də asan bir məsələ deyil. Bunun üçün valideynlər əziyyət çəkirlər və hər bir kəs də uşaq yaşlarından oğul övladını əzizləyəndə deyir ki, inşallah oğlum böyüyüb əskər gedəcək. Amma əskər gedənə qədər müəyyən prosedurlar var ki, onlardan keçmək lazımdır. Onlardan biri də tibbi müayinədir. Mən çox istərdim ki, siz bugünkü verilişimizdə tibbi müayinədəki əsas prosesləri bizim dinləyicilərimizə izah edəsiniz. Pərvanə xanım, ilk öncə vətəndaşlarımızı maraqlandıran sualların dəqiq ünvanla cavablandırmasında göstərmiş olduğunuz dəstəyə görə sizə və rəhbərinizə öz minnətdarlığımı bildirmək istərdim. Bəli, tamamilə doğrudur. Bildiyiniz kimi, cənab prezidentimiz İlham Əliyevin fərmanına əsasən 2024-cü ilin 1 iyul tarixindən etibarən müddətli hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi, yəni yekun qərarın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin öhdəliyinə verilmişdir. Belə olan halda səfərbərlik xidməti səfərbərliyə cəlb olunan çağırışçıları ilkin müayinələrdən keçirdir. Belə olan halda yararsızlıq müəyyən edilmiş çağırışçıların yekun tibbi şəhadətləndirilməsinin qiymətləndirmə qərarı verilməsi üçün agentliyə yönləndirilir. Və bu təbii ki, ilk növbədə yararsız hesab olunan çağırışçılar haqqında forma 44 dediyimiz elektron sənədin rəsmiləşdirilməsi ilə başlayır. Və bundan sonraki mərhələdə artıq həmin o çağırışçılar agentlikdə növbəli şəkildə müayinələrə cəlb olunurlar və yoxlanıldıqdan sonra yekun qərarlar verilir. Mən belə başa düşdüm ki, agentlik tərəfindən ayrı-ayrı kateqoriyalar üzrə çağırışçıların yekun tibbi müayinəsi aparılır. Bu kateqoriyalar hansılardır? Bunu izah edin. Tamamilə doğrudur. Agentlikdə əyani müayinəyə cəlb olunmuş çağırışçılar haqqında ilk növbədə onların fiziki sağlamlıq göstəriciləri yoxlanılır, psixi sağlamlıq və ruhi vəziyyətləri yoxlanılır, həmçinin xüsusi xəstəlikləri və sağlamlıq problemləri varsa, bunların hər biri yoxlanılır və ehtiyac halında əlavə müayinələrə də cəlb olunurlar. Psixi sağlamlıq və ruhi vəziyyətinə yoxlanılır, bu artıq psixoloji və nevroloji diaqnozlara yoxlanılır. Həmçinin xüsusi xəstəlikləri və sağlamlıq problemləri, xroniki xəstəliklər falan varsa, bunların da qiymətləndirilməsi aparılır. Deməli, xüsusi xəstəliklər dedik. Gəlin ayırd edək. Məsələn, bugün çox adamdan mən eşidirəm, deyir ki, mənim oğlumun ayağının altı düzdür. Bəli. Buna yastı pəncəlik deyirlər. Mənim oğlumu əskərliyə aparmayacaqlar. Bu məsələni istəyirəm aydınlaşdırasınız. Az öncə qeyd etdiyim kimi, yəni bu çağırışçıların yekun qiymətləndirilməsi agentlik tərəfindən həyata keçirilir. Amma bundan qabaqki dövrlərdə, yəni ilk öncə, yəni agentliyə yaxınlaşmamışdan öncə vətəndaşlarımız səfərbərlik xidməti tərəfindən təbib və ixtisaslaşmış xəstəxanaların tabeliyində olan bütün müəssisələrdən yoxlanışlardan keçirlər. İlk yoxlanışdan keçdikləri zaman artıq orada əllərində vətəndaşın sağlamlıq vəziyyəti haqqında mövcud vəziyyət əlimizdə olur. Qiymətləndirmə nəticələri, az öncə qeyd etdiyiniz istiqamətlər üzrə, məsələn, ağciyər xəstəlikləri ilə əlaqədardirsə, artıq orada ixtisaslaşmış xəstəxanadan, ayaqaltı düzlüksə travmatoloji institutdan və bu formatda bütün müayinələrdən keçirilir. Keçirildikdən sonra isə artıq səfərbərlik xidməti ilkin müayinələrin nəticəsinə uyğun olaraq vətəndaş haqqında yararlı yararsız qərarı verir. Onlar tərəfindən yararlı hesab olunan çağırışçılar artıq bir mənalı şəkildə hərbi xidmətə cəlb olunurlar. Yararsız hesab olunan çağırışçılar isə yekun tibbi şəhadətləndirilməsi üçün agentliyə göndərilirlər. Burada isə artıq bizim ekspert həkimlərimiz, qəbul həkimlərimiz və hər ixtisas üzrə mütəxəssis həkimlərimiz var. Hansı ki, burada travmatoloji istiqamət üzrə ayrı, ağciyər xəstəlikləri üzrə ayrı, bütün artıq yoxlamalar başlayır, ehtiyac halında əlavə müayinələrə cəlb edirik, analiz nəticələri və həmçinin vətəndaş əyani müayinəyə gəldiyi zaman özü ilə bərabər gətirdiyi müayinə sənədləri yoxlanılır. İndi bir məsələni soruşmaq istəyirəm sizdən. Tutaq ki, yararsız kimi gəlib. Amma siz müayinə edirsiniz, görürsünüz ki, heç də belə deyil. Olurmu belə hallar? Onda vətəndaşla agentlik arasında hansısa, necə deyim, narazılıq yaranmır ki?
Təbii ki, yaranır. Bu belə olan halda bizim əsaslı sübutlarımız var. Biz artıq orada əyani müayinədə vətəndaşın özünün iştirakı ilə keçirdirik. Aparılmış müayinələr, instrumental müayinələr, analiz laboratoriya nəticələri, ehtiyac halında rentgen nəticələri, UZI nəticələri və bunlar hamısı müzakirəyə çıxarılır. Əgər vətəndaşın narazılığı varsa, artıq o narazılığa baxılır və yerində vətəndaş haqqında qərar qəbul olunur. Və maksimum şəffaflığı qorumaq məsələsi var. Burada maksimum deməzdim, amma maksimumdan da daha yüksək bir səviyyədə şəffaflıq var. Çünki hər bir şey istər qəbul prosesləri olsun, istər vətəndaşın laboratoriya nəticələri olsun, hər bir şey həm kamera nəzarəti altında aparılır. Yəni vətəndaşın narazılığı olduğu halda o sənədlər qaldırılır, kamera nəzarəti qaldırılır, qəbul həkimlərinin, komissiya həkimlərinin verdiyi qərarlar müzakirəyə çıxarılır. Burada artıq şəffaflığın demək olar ki, ən yüksək səviyyəsindəyik. Maraqlıdır da, heç olubmu ki, o yararsız sənədi ilə sizin agentliyə gəlib, amma yararlı olduğunu iddia edənlər olsun ki, mən hərbi xidmətə getməliyəm. Bu mənə verilən səhv diaqnozlardır. Siz də baxın. Aydındır. Əlbəttə ki, biz əvvəlki dövrlərdə, yəni bu yoxlama, yekun tibbi şəhadətləndirilmələr agentliyin səlahiyyətlərinə verilənə qədər biz biraz fərqli bir prizmadan baxırdıq ki, hərbi xidmətdən yayınma halları var. Təbii ki, bunlar bir deyinti idi, eşidirdik, oradan-buradan ki, belə bir hadisələr yaşanır. Amma sevindirici haldır ki, biz artıq bunun şahidiyik və şahidi olduğumuz məsələlərdən ən vacibi nədir? Vətəndaşlarımız getməmək üçün yox, getmək üçün mübarizə aparan gənclərimiz var. Bu artıq belə deyim də, yəni müzəffər bir orduda xidmət eləməyin qürur hissidir deyə düşünürəm və vətəndaşlarımız artıq rahat bir formada həm ordu sistemində aparılmış yeniliklər, həm vətəndaşlara, hərbiçi vətəndaşlarımıza verilən dəyərlər, gənclərimiz də artıq hərbi xidmətə getmək üçün mübarizə aparırlar. Çox gözəl. Yekun tibbi müayinə nəticələri əsasında tibbi qiymətləndirmə komissiyası tərəfindən hansı qərarlar verilə bilər? Burada artıq qəbul məsələsində, yəni səfərbərlik xidmətindən daxil olan göndəriş əsasında qiymətləndirmə aparılır və vətəndaşların əyani müayinə nəticələrinə baxılan zaman çağırıcı haqqında fərqli qərarlar qəbul olunur. Burada bizim kateqoriya A dediyimiz, yəni yararlı olaraq gördüklərimizdir. Hansı ki, bu yararlı haqqında şəhadətləndirmə qurtardıqdan sonra vətəndaş hərbi xidmətə cəlb olunur. B kateqoriyası sıradan kənar hərbi yararlılıq deməkdir. Burada da cəlb olunur, amma o artıq fərqli bir kateqoriya üzrə, fərqli ordu istiqamətində xidmətə cəlb olunur. Bizim C kateqoriyası kimi dediyimiz hərbi xidmətə müvəqqəti yararsız hesab edilmək. Bu C çox, yəni hansısa bir müayinənin dəqiqləşdirilməsi, diaqnozun dəqiqləşdirilməsi üçün vətəndaşa verilən möhlət hüququdur. Bu 3 aydan 1 ilə qədər davam edən bir möhlət hüququdur. C kateqoriyası isə dediyimiz dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə isə məhdud yararlı. Bu artıq 3 illik bir möhlətdir. Bir də D kateqoriyası kimi qiymətləndirdiyimiz həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq. Bu formatda bir qiymətləndirmə olur və bu qərarlar verildikdən sonra isə artıq birbaşa səfərbərlik xidmətinə və müvafiq qurumlara təqdim olunur. Siz dediniz 3 aydan 1 ilə qədər. Bəli. Bu C kateqoriyası idi. Məsələn, həmin möhlət hüququ əsasən hansı xəstəlikləri olan insanlara verilir? Bu bütün xəstəlik sinifləri üzrə ayrılmadır. Sadəcə orada bu kateqoriyanın seçilməsi bəzi diaqnozların dəqiqləşdirilməsinə ehtiyac yarandığı hallarda və yaxud da əlavə müayinələrə göndərildiyi halda və yaxud da ixtisaslaşmış xəstəxanalara göndərilmə halında vətəndaşa o möhlət verilir və orada qeyd olunur hansı müayinələri keçməklə, hansı analiz nəticələrini təqdim etməklə növbəti dəfə yenidən səfərbərlik xidməti həm vətəndaşı yoxlamaq üçün agentliyə təqdim edir. Məsələn, mənim bir qohumum var idi, Rahim bəy. Elə sizin agentlik tərəfindən ona yekun qərar verilmişdi ki, yararsızdır, amma əməliyyat olunmalıdır. Yəni sağalmalıdır, sağala bilər. Və çox belə həvəsli idi ki, hərbi xidmətə getsin. Həqiqətən də getdi, əməliyyat olundu, sağaldı və sonra agentlik ona yararlı belə deyim də qərarı verdi. O sizin dediyiniz həmin o 3 aydan 1 ilə qədər olan bəndə aiddir. Tamamilə doğrudur. Bəli, çünki orada bəzi hallar var ki, bunlar sağalan xəstəliklər sırasına aiddir. Amma sağalmaya da bilər. Orada artıq bir risk faktoru var. Belə olan halda ekspert subyektiv yanaşmanı biraz kənara qoyur və vətəndaşa şans verir. Həm müayinələrin nəticələrinə aydın olmalıdır, həm yekun qərarları görməlidir, həm həqiqətən də diaqnozun dəqiqləşdirilməsinə ehtiyac var ki, artıq yekun qərar versin. Yararlıdırmı, yoxsa yararsızdırmı? Bir də psixoloji, ruhi sarsıntı məsələləri haqqında istəyirəm danışım. Məsələn, mən elə bilirəm ki, o psixoloji pozuntularla bağlı qərar vermə anı ən çətin anlardır. Bununla bağlı hər hansı bir
problemlə üzləşirsinizmi? Elə bir adam ola bilər ki, o iddia edə bilər ki, mən nevrozam. Bu vətəndaşın iddiası ilə tənzimlənmir. Bu artıq ölkə üzrə fəaliyyət göstərən ixtisaslı xəstəxanaların vermiş olduğu qərarlar nəticəsində tənzimlənir. Təbii ki, burada ilk növbədə vətəndaşlarımızın siyahıya alması, bildiyiniz kimi 15 yaşla olanda ölkəmizin cavan oğlanları səfərbərlik xidmətindən qeydiyyata alınır. Onlar artıq ilk onların sağlamlıq vəziyyətləri qeydə alınır və artıq bu qeydlər əsasında növbəti dəfə qiymətləndirmədə yenidən əgər vətəndaşın psixi pozuntuları varsa, hər hansı başqa bir diaqnozları varsa, onlar ixtisaslaşmış xəstəxanadan rəy gətirirlər ki, oradan o cavabdeh şəxslər var və o rəylər əsasında və səfərbərlik xidmətinin təqdim etdiyi sənədlər əsasında vətəndaş yenidən yoxlanışa cəlb olunur və artıq bizdə olan həkim ekspertlər, psixiatr ixtisaslı onların yenidən qiymətləndirməsini aparır və yekun qərar verir. Deməli, sizin agentliyə gələn çağırışçıların artıq belə deyim də bəlli sənədləri olur, onların sağlamlığı ilə bağlı. Bəs belə ola bilərmi ki, müayinə zamanı çağırışçıları siz özünüz digər tibb müəssisələrinə lazımi müayinələr üçün göndərəsiz? Bəli, bu hallar da yaşanır. Bildiyiniz kimi agentliyin mövcud vəziyyətdə çağırışçıların qiymətləndirilməsi üçün demək olar ki, bütün instrumental müayinələr və yaxud da müayinə aparmaq üçün ləvazimatlar hər bir şeylə təmin olunub. Lakin bəzi hallarda ixtisaslaşmış xəstəxanalardan rəylər tələb olunur ki, yekun qərarın verilməsi üçün. Artıq burada müəyyən faktorlar var və belə olan halda biz ixtisaslaşmış xəstəxanalara müvafiq göndərişlər veririk və o göndərişlər nəticəsində təqdim olunmuş sənəd əsasında tam dəqiq qərar qəbul edə bilirik. Biz bayaq dedik ki, qərardan razı qalmayan çağırışçılar, onlar hara müraciət etməlidirlər? Bildiyiniz kimi vətəndaş müayinədə iştirak etdikdən sonra 12 gün ərzində vətəndaş haqqında qərar verilir. Artıq bu qərarlar səfərbərlik xidmətinə və müvafiq qurumlara ötürülür. Səfərbərlik xidmət tərəfindən isə vətəndaşın özünə bu haqqda məlumat verilir. Yararlı, yararsızlıq və yaxud da digər məlumatlar, bütün məlumatlar ətraflı şəkildə təqdim olunur. Belə olan halda vətəndaşın əldə etdiyi məlumat və agentliyin vermiş olduğu qərardan narazı olma haqqı təbii ki var. Bu subyektiv bir yanaşmadır. Və verilmiş qərardan narazı olduğu halda onlar agentliyə müraciət edə bilərlər ki, yenidən müayinələrə cəlb olunmaqla bağlı və yaxud da əlavə şikayətlərin olması ilə bağlı. Belə olan halda bizim artıq orada qəbulda iştirak edən həkimlərimiz tərəfindən vətəndaş qəbul olunur. Mövcud bütün hallar araşdırılır, vətəndaş şikayətlərinə dinlənilir və vətəndaşın bütün müraciəti əsaslı bir formada özünə izah olunur. Yenidən narazılığı olduğu halda öz ərizəsi ilə bizim apellyasiya şuramız var, hansı ki digər qurumların da həm Səfərbərlik xidməti, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, təbbin iştirakı ilə apellyasiya şuramız var və bu şuraya çıxarılır, hansı ki həftədə bir dəfə demək olar ki keçirilir. Və belə olan halda vətəndaş haqqında yekun qərar verilir və bu kollektiv qərardır, vətəndaşa da bu izah olunur. Çağırışçılara bu məlumatlar necə ötürülür? Bu məlumatlar həm Səfərbərlik xidməti tərəfindən vətəndaşlarımıza verilir. Bundan əlavə də vətəndaşlarımızın özlərinə aid MyGov səhifəsində o haqqda məlumat var. Səfərbərliyin yekun qərarı orada görünür. Rahim bəy, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 il möhlət hüququ olan çağırışçı barədə həmin müddət başa çatdıqdan sonra hansı qərar verilə bilər? Aydındır. Bu bizim yekun tibbi şəhadətləndirilməmiz bildiyiniz kimi 59 nömrəli qərarla tənzimlənir. Bu verdiyiniz sualda həmin 59 nömrəli qərarın 2.1 bəndində öz əksini tapır. Əgər 3 illik möhlət müddəti başa çatdıqdan sonra çağırışçının sağlamlıq vəziyyətində hər hansı bir ağırlaşmalar, dəyişikliklər və yaxud da başqa hallar müşahidə olunarsa, bu halda yenidən səfərbərlik xidməti yoxlanışlar aparır və vətəndaşda əgər sağalma yoxdursa, ağırlaşma varsa və yaxud da dəyişikliklər varsa, yenidən forma 44 rəsmiləşdirilir və bu forma 44 əsasında normal proses qaydasına uyğun olaraq vətəndaş yenidən əyani müayinəyə cəlb olunur və yoxlama nəticəsində yeni qərar qəbul olunur. Yararsız şəhadətnaməsi ki verirsiniz, əsasən hansı problemlərə görə daha çox, belə bir statistikanız var ümumiyyətlə, daha çox bu problemlərə görə yararsız şəhadətnaməsi verilib? Onu problem olaraq bölüşdürə bilmirik əslində. Çox istərdik ki, bu statistik olaraq ölkənin statistikası olaraq təbii ki, bu əldə olunmasına ehtiyac olan bir şeydir. Amma xəstəlik sinifləri üzrə əlimizdə bir statistika var ki, hansı xəstəliklərdən daha çox yararsızlıq verilir. Bildiyiniz kimi bu mövcud vəziyyətdə aparılan yoxlamalar, cəlb olunan, çağırışçıların cəlb olunmuş yoxlama nəticələri, bunlar vətəndaşımızın həqiqətən də hərbi xidmətə yararlı və yaxud da yararsız olmağını müəyyənləşdirmək üçün aparılan müayinələrdir. Belə olan halda biz
həkim ekspertlərimiz vətəndaşın xəstəliyini təkzib etmir. Sadəcə o xəstəliyə uyğun olaraq hərbi xidmətə yararlıdırmı, yararlı deyilmi, o haqqında qərar qəbul edir. Yəni eynək taxan hər adam fikirləşməsin ki, o əsgər getməyəcək. Tamamilə doğrudur. Bu 59 nömrəli qərarın müvafiq bəndləri ilə tənzimlənir. Artıq orada göz müayinələri, indi siz göz müayinəsini vurğuladınız, bəli. Gözə aid olan bütün müayinələrin hamısından keçir və keçmə nəticəsində artıq orada qərar qəbul olunur ki, bu vətəndaş hərbi xidmətə yararlıdır, yoxsa yararsızdır. Yəni bu dediyimiz kimi xəstəliyi təkzib etmir, sadəcə vətəndaşımızın hərbi xidmətə gedib getməməsi haqqında qərar qəbul edir. Və bu da 59 nömrəli qərarla tənzimlənir. Yəni həkim orada artıq öz başına qərar verə bilmir. Orada artıq aparılan laboratoriyalar nəticələri, analiz nəticələri, müayinə nəticələri və bu nəticələr birləşdikdə vətəndaş haqqında hansı qərar qəbul olunacaq, odur. Məsələn, xüsusi görünür, belə deyim də, sərhədlər var da, bura kimi olar, bura kimi olmaz. Elə? Tamamilə doğrudur. Yəni orada artıq bütün hər bir şey mərhələli formada və dəqiq rəqəmlərlə göstərilib. Hansı hallar olar, hansı hallar olmaz, bu artıq çox belə deyim də sərt bir formada qırmızı xəttlə ayrılıb. Bildiyiniz kimi səfərbərlik xidməti çağırışları cəlb etdiyi zaman artıq o çağırışçıların həmin tibbi müayinələrini aparırlar və belə olan halda yararsız olaraq hesab olunan çağırışçıların agentlikdə yekun tibbi yoxlaması həyata keçirilir və belə olan halda səfərbərlik xidməti bu prosesin tənzimlənməsi məqsədi ilə forma 44 dediyimiz sənəd rəsmiləşdirilir və forma 44 adlı sənəd daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sistemlərinə daxil olur və daxil olduqdan sonra isə səfərbərlik xidmətinin müvafiq rayon idarələri tərəfindən həmin çağırışçılar agentliklə razılaşmış bir formada əyani müayinələrə cəlb olunurlar. Onlara verilmiş vaxt çərçivəsində, say çərçivəsində həmin çağırışçılar yoxlanışa cəlb olunurlar. Cəlb olunma prosesində isə şəffaflığın tam təmin olunması məqsədi ilə artıq demək olar ki, elektronlaşma istiqamətində bütün işlər görülüb və bu elektronlaşdırma və elektronlaşdırmanın gətirdiyi şəffaflaşdırma bu təbii ki, ən prioritet məqsədlərimizdən biridir. Nəticə etibarilə agentliyə yaxınlaşan çağırışçı ilk növbədə elektron növbə ilə təmin olunur və bu elektron növbə əsasında artıq onun istiqaməti üzrə, ixtisası üzrə hansı ixtisasla yaxınlaşıb, burada həkim və çağırışçı əlaqəsi olmadan sistemin özünün belə deyim də seçmə üsulundan göndərdiyi bir həkimlər var, ixtisas həkimləri. Çağırışçı onun yönləndirilmiş formada öz nömrəsi ilə həmin ixtisas həkiminə yaxınlaşır və yoxlama nəticəsində əgər əlavə müayinələrə ehtiyac varsa, qəbul həkimi onu əlavə müayinələrə yönləndirir. Yox, əgər bu yoxdursa, qəbul həkimi qərar qəbul edir və bu qəbul etdiyi qərar artıq komissiyalardan birinə random üsulda yönləndirilir və nəticə etibarilə burada artıq subyektiv qərar deyil, kollektiv bir qərar qəbul olunur və çağırışçının yararlı yoxsa yararsız olması haqqında qərar verilir. Rahim bəy, belə bir sual var. Deyir ki, oğlumun ayağının altı düzdür, amma həkim deyir ki, bu normativ o deyil. Bunun hansı dərəcəsi var? Bildiyiniz kimi, az öncə də qeyd etdiyim kimi, bu cür bütün hər bir müayinələrin nəticələri 59 nömrəli qərara uyğun olaraq tənzimlənir. Belə olan halda vətəndaş bizdə əyani müayinəyə cəlb olunan zaman özü ilə bərabər onsuz da rentgen məlumatlarını gətirir, amma agentlik daha da dəqiqləşdirmə aparma məqsədi ilə vətəndaşı yenidən rentgen müayinəsinə cəlb edir və artıq bu rentgen müayinəsi nəticəsində vətəndaşın ayağının düzlüyünü bucaqlarla ölçülür və belə olan halda vətəndaşın qanunvericilik tələblərinə uyğun olaraq yararlı və yaxud da yararsız olmağı müəyyənləşdirilir və qərar yalnız bu formada tənzimlənir. Artıq orada subyektiv fikir deyil, gözlə görüləcək bucaq var, dərəcə var, mərhələ var, yastı pəncəliyin hansı formasıdır o var və bunun nəticəsində qəbul həkimi qərar verir və həkiminin qəbul etdiyi qərar nəticəsində komissiya yekun qərar qəbul edir. Mən onda belə başa düşdüm ki, hər ayağının altı düz olan, yəni yararsız hesab olunmur. Dediyim kimi biz orada xəstəliyi təkzib etmirik, amma yararlı və yaxud da yararsız olmanı orada bir müzakirə edirik, müəyyən dərəcə bucaqlar var. Bəli, müəyyən dərəcə bucaqlar nəticəsində bu sualın cavabını da həkimlər daha yaxşı bilir. Təbii ki, doğrudur. Çox sağ olun. Mən sizə dərin təşəkkürümü bildirirəm. Siz sağ olun. Minnətdaram dəvətiniz üçün və bu cür maraqlı bir veriliş üçün. Çox sağ olun. Təşəkkürümü bildirirəm. Əziz dinləyicilər, çağırışçıların yekun tibbi müayinəsi necə həyata keçirilir? Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Rahim Hüseynovla həmsöhbət olduq. Aparıcınız mən idim, Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.